Naxçıvanda yeni ilin maddi çətinliklər, borc yükü və gələcəyi ümidsizlik içində qarşılayan ailələrin sayı bu ildə artıb. İş yerlərinin bağlanması, maaşların azaldılması və qiymətlərin süni bahalaşdırılması fonunda il ərzində xüsusilə dövlət sektorunda aparılan ixtisarlar və maaşların aşağı salınması qiymət artımı ilə üst-üstə düşüb. Bu fərq bir çox ailəni gündəlik xərcləri belə borc hesabına qarşılamağa məcbur edir. Bayram isə bir çox ailə üçün sevinç yox, əlavə stres və gərginlik mənbəyinə çevrilib. Statın sonu. Yenavaz.com xəbər verir ki, bu barədə Gündəlik Naxçıvan yazıb. Naxçıvan şəhər sakini Səkinə Axundova sosial şəbəkə səhifəsinə deyir ki, çalışdığı dövlət idarəsində maaşlar bu il az qala yarı-bayarı azaldılıb. Hazırki maaşı 4 nəfərlik ailənin gündəlik tələbatını güclə qarşılayan sakin bildirir ki, bu il bayram süfrəsi borc hesabına açılacaq. Stat: Əvvəllər 700 manat maaş alırdım. Bir neçə ay öncə 400 manata salıblar. Kredit borcum var. Hər ay banka ödəniş edirəm. Bazara çıxıram. Əti görüb geri qayıdıram. Kilosu 18 manatdır. 1 kilo hündüşqa əti 20-23 manatdır. Bu şərtlər altında bayram nədir? Normal yaşamaq belə çətindir. Uşaqlara görə borcla da olsa süfrə açmağa məcburam. Bir çoxları kimi mən də əlavə kredit götürəcəyəm ki, uşaqlar bayramı boş süfrə ilə qarşılamasınlar. Statın sonu. İşini itirən sakinlər üçün isə vəziyyət daha ağırdır. Babək rayon sakini Əli Quliyev bildirir ki, işsiz qaldıqdan sonra ailəsi tam çıxılmaz duruma düşüb. Stat: İş yerimi bağladılar. Heç bir kompensasiya da vermədilər. Bir gündən o biri günə gəlir mənbəyim kəsildi. Evdə 2 az yaşlı uşaq var, kommunal xərclər var. Bu vəziyyətdə necə bayram keçirim? Bayram mənim üçün artıq sadəcə təqvimdə bir tarixdir. Yəqin ki, qeyd etməyəcəyik. Statın sonu. Gündəlik Naxçıvan yazır ki, mövcud vəziyyət artıq tək-tək adamların problemi deyil, sistemli sosial böhranın göstəricisidir. Stat: Sakinlər hesab edirlər ki, mövcud vəziyyət artıq tək-tək adamların problemi deyil, sistemli sosial böhranın göstəricisidir. Onlar iş yerlərinin bərpasını, maaşların əvvəlki səviyyəyə qaytarılmasını, sosial ödənişlərin vaxtında verilməsini və bazarda qiymətləri real nəzarətin təmin olunmasını tələb edirlər. Statın sonu.